Siz kimsiniz? Lütsüz. Ne gündədir buralar? Axranı çağırın, gəlsin. Ehtiyac yoxdur çəkilişə. Çılpağam, soyunmuşam. Bugünkü yoxlama verilişi sağlamlıq mərkəzlərinə baş tutacaq. İlk mərkəzimiz Play Sağlamlıq Mərkəzidir. İndi içəri yollanırıq. Bu nedir işığa? Seymur. Hər vaxtınız xeyirli olsun. Nə baş verir burada? Keçin içəridə. Buyurun. Yaxınlaş. Yaxınlaş. Tez gəl də biraz, tez gəl. Kameraya müdaxilə eləməyin, xahiş edirəm, gəl. Eləməyin də. Siz burada çalışırsınız xanım. Bəs nə gəzirdiniz burada? Hər hansı bir icazə sertifikatınızı, sənədinizi görə bilərik? Lütsüz? Niyə lütsüz ki burada? Sağlamlıq mərkəzidir axı bura. Sertifikatınızı, sənədinizi görə bilərik? Sizdədir yoxsa müdiriyyətdə? Neçə nəfərsiniz burada? Baxın, burada neçə nəfərsiniz siz? 2 nəfər nə gəzir bir kabinədə? İndi biz öyrənməyə çalışacağıq ki, görək şəxslərin burada işləməsi üçün hər hansı bir xüsusi sənədləri varmı? Buyurun. Ehtiyac yoxdur. Hər vaxtınız xeyirli olsun. Buyurun. Barometr TV-dən yoxlama verilişi, ictimai yoxlama verilişi. Əl uzatmayın kameramıza, xahiş edirəm. Sadəcə müsahibə alacağıq. Həmin xanımların burada çalışması üçün hər hansı bir sertifikatları, sənədləri varmı? Danışmaq istəmirsiniz? Səlahiyyətli şəxslərdən kimsə var danışmaq istəyən? Necə? Bizi qapıya aparırsınız bizi, qapıya aparmağa ehtiyac yoxdur. Sənədləri var burada çalışması üçün xüsusi icazələr tələb olunur, biz masaj fəaliyyətinə göstərmək üçün. Burada hansı fəaliyyətdən məşğul olursunuz? Yəni çölə çıxın da. Çölə çıxa bilmərik. Hazırda Play Sağlamlıq Mərkəzindəyik. Gələr-gəlməz 2 xanımı gördük. İkisi kabinədə və bildirir ki, çılpağam, soyunmuşam. Hansı səbəbdən soyunduğunu da bilmirik. Bizim sadəcə məqsədimiz budur ki, sağlamlıq mərkəzlərində fəaliyyət göstərən şəxslərin xüsusi icazələri olmalıdır. Həmin icazələr varmı? Sertifikatları varmı? Bilirsiniz ki, masaj salonlarında xüsusi professional şəxslər, sertifikatlı şəxslər fəaliyyət göstərməlidir. Ancaq sertifikatları varmı? Bunu öyrənmək üçün buradayıq. Varmı sertifikatları? Ehtiyac yoxdur çəkilişə. Çəkilişə niyə ehtiyac yoxdur? Bax, bunu deyin. Sertifikatlar varmı, yoxmu? Bunu deyin, çıxaq gedək. Susqunluqdan belə başa düşülür ki, burada fəaliyyətlə məşğul olan xanımların hər hansı bir icazələri, sertifikatları yoxdur. Çünki burada olan şəxs təsdiq eləmir ki, sənədləri var. Düzdürmü? Müştəriniz var içəridə? Yox, elə adam yoxdur. Elə adam yoxdur deyəndə var, yoxsa yoxdur? Getdik başqa salonlara. Buradakı yoxlama verilişindən Play Sağlamlıq Mərkəzi kəsildi. Növbəti sağlamlıq mərkəzi deməli Santa Barbara Sağlamlıq Mərkəzidir. Yollanırıq həmin sağlamlıq mərkəzinə. Qapısı bağlıdır. Hər halda bizim yanındakı sağlamlıq mərkəzinə getdiyimizi görüb qapını bağlayıblar. Santa Barbara Sağlamlıq Mərkəzi. Elə bu səbəbdən də yoxlamanı həyata keçirə bilmirik. Karat Sağlamlıq Mərkəzi. Nə hikmətlisə, hamısı belə padvalda yerləşir bir də. Salam, hər vaxtınız xeyirli olsun. İcazə yoxdur. Bir dəqiqə xanım. İcazə yoxdur. İcazə yoxdur, çıxın çölə. Axıra
Daxil olun. Nə gündədir buralar? Bu nədir belə? İctimai məkandır. Xanım, ümumiyyətlə burada çalışırsınız. Sertifikatınız var hər hansı? Siz buradan çıxın. Biz ictimai məkandır, daxil ola bilər. Buyurun çağırın. Çıxın. Buyurun çağırın. Çıxın. Buyurun çağırın. Dedim çıxın. Sertifikatınız var. Bəli, çıxın gətirin. Göstərə bilərsiniz. Çıxın. Çıxa bilmərik, gətirin göstərin. Az yaşlı uşaqların burada nə işi var? Çıxın, burada az yaşlı uşaq yoxdur. Bu nədir bəs? Az yaşlı deyil o. Bəs nədə 10-15 yaşı var, bunun 6 yaşı var. Necə siz narahat olmayın. Bu jurnalistlər gəlib bura. Yəni çıxarda bilmirik də, çəkiş aparırlar. Ay Nura. Roman 2 söndür. O bir tərəfdən görüntüləri götür. Qoxunadan tez o. Buradan keçməyəcəyik. Yox, burada uşaq var. Baxın, digər xanım qaçır. Yox, düzgün hərəkət eləmirlər. Düzgün deyil, düzgün deyil. Sertifikatınızı görə bilərik xanım. Siz kimsiniz? Dur da çıx. Siz kimsiniz? Nəqə dur. Siz kimsiniz? Yoxdur, cəzəniz Siz yoxdur. kimsiniz? Burada çəkiş aparmağa çıxın mənə. Bir dəqiqə, sertifikatınızı görə bilərik sizin. Çıxın mənə, söndürün çəkişi. Sertifikatınızı görə bilərik. Sertifikatınızı görə bilərik. Səfən dedim. Bir dəqiqə, sertifikatınızı görə bilərik sizin. İctimai məkanda çəkə bilərik biz. Çıxın dedim, çıxın buradan siz. Siz çıxın ki, biz sertifikat göstərək. Göstərin, buyurun, gözləyirik. Buyurun, gözləyirik. Bu cür səs-küy saldığınızda sertifikatınızı göstərin. Söndürün onu. Sertifikatınızı göstərin. Söndürün sonra. Yoxdur sertifikatınız. Diyarbız. Sertifikatınız var yoxsa yox? Lazım gözləyin. olan adamlar gəlib bizə verəcəksiniz. Siz onu söndürün. Cavab kim verəcək? Bizi təhdid edirsiniz. Bir də təhdid edirlər. Lazım olan adamlar gəlib sizə cavab verəcək. Söndürün ki, gəlib göstərsin. Söndürün. Yox, söndürə bilmərik. Yaxşı, biz çəkmirik. Siz gətirin göstərin. Söndürün kameranı. Yox, elə bir şey yoxdur. Biz kameranı söndürək, siz bizə hücum çəkəsiniz. Görürük elə indi hələ kamera qarşısında görürük nələr eləyirsiniz. Qaldı ki, kameranı bağlayandan sonra. Bizə dəxli yoxdur. İxtiyarımız yoxdur. İctimai məkanda, icazəsiz deyil, ictimai məkanda xalqa xidmət göstərilən iaşə müəssisələrində media haqqında qanuna və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ var. Sizə qanunu təkrar xatırladıram. Bura ictimai məkandır, xalqa xidmət göstərilən məkandır. Və dolayı yolla bizim içəri daxil olmağımızda hər hansı bir icazə tələb olunmur. Bura sizin mülkiyyətiniz deyil, özəl obyekt deyil. Bura xüsusi vətəndaşlara xidmət göstərilən bir məkandır. Və sizdən gəlmişik ki, burada fəaliyyət göstərirsiniz. Dinləyin xanım zəhmət olmasa. Burada fəaliyyətlə məşğul olursunuz, laf gözəl eləyirsiniz. Fəaliyyətlə məşğul olun. Ki, biz sizə sertifikatı göstərdik. Yox, kameranı söndürək, sonra siz bizi ağacı vurasınız təpəmizə. Elə şey olmur. Yox, bayaqdan göstərdiyiniz oyunlardan görürük biz. Biz sizə gəlmişik ki, sənət göstərin bizə. Sənət göstərisiz ya yox. Var sertifikatınız. Burada xüsusi masaj etmək üçün hər hansı bir sertifikatınız var yoxsa yox? Bəli. Gətirin göstərin. Siz söndürün. Mən Yox, biz söndürə bilmərik. Biz əməkdaşımızın biri burada qalacaq. Və söndürsün əlbəttə. yox, kameramızı söndürmək məsələsi deyil. Kamera söndürməyəcəyik biz. Arat Sağlamlıq Mərkəzidir bura. Keçirdilər ki, işığı biz çəkiliş eləməyək. Sertifikatları varmı, yoxmu bilmirəm. Var deyirlər, amma bizə təqdim eləmirlər. Bilmirəm niyə. Və hal-hazırda Karat Sağlamlıq Mərkəzi ictimai yoxlama verilişindən kəsildi. Xahiş edirəm, uzaqlaşın bizdən. Bəy, uzaqlaşın bizdən. Sonuncu xəbərdarlığımı eləyirəm sizə. Bayaqki Play Sağlamlıq Mərkəzinin əməkdaşıdır. Dəqiqələrdir, neçə dəqiqə düşüb arxamıca. Bilmirəm nə istəyir bizdən.